Herkese selamlar dostlar. Bu günlər sizlərlə bir yerdə uzun aradan sonra Car Simulator 2 oyunu ilə qarşınızdayım. Bu videoda 07 ilə avtoxılqanlıq eləməyə çalışacağıq. Deməli, oyunumuz açılsın. Deməli dostlar, gördüyünüz kimi 07'miz budur. Hesabım əvvəlcədən olduğuna görə maşınlarımız sayıca biraz çoxdur. Burada gördüyünüz kimi Prado'muz da var. Və yavaşdan təmirxanaya doğru yolumuzu alaq. Bu gördüyünüz kimi 07'mizin içi sadədir. Elə maşının özünü də sadə yığmışam. Nömrəyə çox da üstünlük vermədim hələ. Çünki çox kiçik yazılır nömrə. Ümitsiz olur, ona görə də dəymədim. İndi yavaşdan yolumuzu alaq qaraja. Gedib maşının həm motorunu yüksəldək, həm də pedoknal gəzdirək ki, sağ-sol eləndə qalxsın. Dostlar, uzun aradan sonra video çəkdiyimə görə sizdən max dəstək gözləyirəm. Deməli dostlar, yavaşdan gedək çataq qaraja. Bu videoda çalışdığım qədər sizləri əyləndirməyə çalışacağım. Dostlar, bu arada videolarda editlər olsun, yoxsa yox. Yəni bu arada mən məlumat verirsəz, şərhlərdə yazsaz yaxşı olar. Düzdür, mən bu videoda deməli 2 yerdə edit qoymuşam. Bacardığımı eləmişəm də. Necə alınıbsa, ümumiyyətlə video necədirsə şərhlərdə qeyd edərsiniz. Donmalara gəldikdə isə telefon zəifdir deyə donmalar biraz çox ola bilər. Buna görə də sizdən qabaqcadan üzr istəyirəm. Ona görə də çox vaxt videolar gec-gec gəlir. Nəysə, deməli motorumuzu yığaq, tez bir sürətləndirib bir şəkildə tez bazar yığıraq, çıxırıq efirə. Gör indi qağanla qaracaq məsələ var. Düzdür, 07 ilə çox belə bir şey edə biləcəyimə məsələ inanmıram. Nə qədər gücləndirsəm də yetimin gücü çatmır. Nəysə, indi çıxaq açıqlığa. Bu boya aparatura mərkəzinin qabağına, aparaturadır, boyadır, nədir? Yox, aparatura yerdir bura. Nəysə, bunun qabağında biraz yoxlayaq. Sağ-sol edirik, yoxsa qalxmır. Mən bilirəm ki, bundan çox bir şey eləmək olmaz. Yəni, maksimum motor yüksəldirilsin. Ondan sonra rahatçılıqla 2 təkər qaldıra bilsin. Bununla alınmayacaq çox güman ki. Mən gedib maşını dəyişdim, gəldim. Düzdür, pick-up götürdüm. Deyəcəksiniz ki, 07 ilə nəsə eləmək olardı. Pick-upla nə əlaqə, nə edəcəksən? Yəni, izləyin və görün də rahat necə qalxır. O, həm off-road yaxşıdır, çox bomba da 2 təkər qaldırır. Editlər gəlsin yavaşdan. Kimdir günahkar axı kim? Yenə də mən olmuşam nahaq. Həm dəli, həm divanəyəm. Hər səni döndüm gözlerine. Ah kaderime. editlər necə dostlar? Bəyəndinizsə şərh bölməsinə qeyd edin. Gələn videolarda daha da yaxşı editlər düzəltməyə çalışacağam. Daha da maraqlı kadrlar düzəltməyə çalışacağam. Nəysə də biraz da 2 təkər qaldıraq. Düzdür, bu donmaqla adamı 2 təkər qaldırmaq ləzzət eləmir. İndi isə yavaşdan biz keçib sizə bir sıxma videosu göstəreyim. Sürüş edək. Sıxaq da nə var? Sürəti sıxaq. Məsələn, maşınımızı seçdik. Maşınımız deməli Chevrolet
Camaro da gördüyünüz kimi öz rəngində. Yavaşdan başlayaq bunu sıxmağa. Yəni maşınımız budur. Çox bir şey edilməyib, sadəcə motorxanası yığılıb, başqa heç nə. Ona görə belə qəşəng part-apart atır. Salon, stol ağzıma girdi. Salon, gördüyünüz kimi salon, pəncərəni. Yəni gördüyünüz kimi maşının salonu. Yavaşdan tərəfədə çıxaq, siz də izləyin. Deməli, motor görürsünüz necə güclüdür. İndi buradan sonra bir dənə də edit gəlir. Deməyə ölmüşdüm. 3 dənə edit. Baxın görün bu necədir. Getdik. Ben hücumla bağlarım seni. Lazım olsa dağılarak toyuna bağlarım seni. Atıkla hakemliği kendimde bağlarım seni. İtiraz edersen azalımda görmeyeyim seni. Dostlar, bu video bu qədər idi. Videomu bəyəndisə like atıb yorum yazmağı unutmayın. Fikirləriniz mənim üçün çox önəmlidir. Gələn videolarda görüşərik. Maksimum dəstək verirsiniz, əla olun. Sağ olun, salamat qalın.